Mühafizəsi yox, müşahidə kamerası yox. Bu azmış kimi həyətinin qapısı belə yoxdur. Söhbət Bakıxanov qəsəbəsində yerləşən 167 nömrəli uşaq bağçasından gedir. Körpələrin həyatı sözün əsl mənasında təhlükə altındadır. Vəziyyət əlbəttə ki, valideynləri ciddi narahat edir. Bəs aidiyyatı qurumları necə? Bakıxanov qəsəbəsində yerləşən 167 nömrəli uşaq bağçasının qarşısındayıq. Normalda hər hansısa bir bağçaya daxil olmaq istəsək buna nail ola bilmərik, çünki nəzarətçiləri, mühafizə buna icazə verməyəcək. Amma burada rahatlıqla içəri daxil ola bilirik, çünki buranın nəinki nəzarəti, mühafizəsi heç qapısı belə yoxdur. Bu isə onu deməyə əsas verir ki, istənilən şəxs əlini qolunu sallayaraq içəri daxil ola bilər. Söhbət qəsəbənin Sülh küçəsində yerləşən 167 saylı uşaq bağçasından gedir. Valideynlər övladları üçün olduqca narahatdır, çünki onlar hesab edir ki, ərazinin belə nəzarətsiz vəziyyətdə qalması uşaqların təhlükəsizliyi baxımından ciddi risk yaradır. Narkomanları da olur, daha it gəzdirənlər də olur. Mən görmüşəm. Görürəm ki, böyük itirən oğlan gəzir, bax burada gəzir. Hamı keçir də, buradan demək, hamı evinə buradan keçir. Çox narahat oluruq. Nə mühafizə var, nə qapıçı var. Mənim uşağım da bağçaya gedir, biz də narazıyıq. Həqiqətən bütün valideynlər də narazıdır. Qapısı yoxdur, hasarı yoxdur, yiyəsiz itlər var, narkomanlar. Yəni neçə dəfə biz də uyğunsuz hərəkətlər görmüşük. Bağçanın qapısı yoxdur, hasarı yoxdur, mühafizəsi yoxdur. Onlar olsa daha yaxşı olar. Biz də arxayın olarıq. Problemlə bağlı Bakı Şəhər Təhsil İdarəsindən ATV xəbərə bildirildi ki, 167 nömrəli uşaq bağçasının təmiri ehtiyacı var və bu məsələ diqqət mərkəzində saxlanılır. Qeyd olundu ki, bu barədə aidiyyəti üzrə müraciət olunub, müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Məhəmməd Hacızadə, Şahin Məmmədov, ATV xəbər.